الحمد لله رب العالمين نحمده سبحانه ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, əziz Müslümanlar, İlk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə, əvvəlkilərə, eləcə də sonunculara etdiyi bir tövsiyəsidir. Buyurur ki öz kəlamında, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və təqva əslində insanın sərmayəsidir. Necə ki malının sərmayəsi olur, təqva da sərmayədir insan üçün. Və həqiqətdə təqvanın nə olduğunu bilmək istəyirsənsə, Talq İbn Həbib Rahiməhullahın sözünə baxmağın kifayət edir. Deyir ki, Rahiməhullah, təqva Allahın nuru ilə Allaha itaət etməkdir. Savabını Allah'tan umaraq. Və təqva Allahın nuru ilə Allaha asi olmaqdan çəkinməkdir, əzabından qorxaraq. Və bugün biz, necə bilirsiniz, təqva əldə etmək üçün ən mühüm günlərdən birindəyik. Təşrik günlərindəyik. Zilhiccənin 11-ci günü, 12-ci günü, 13-cü gün, bu günlər təşrik günləridir. Və Allah Teala necə əmr edib öz kitabında digər ibadətlərdən sonra Allahı zikr etməyi qeyd edərək, məsələn, ki, namazı qıldıqdan sonra Allahı zikr edin. Eləcə də həcc ibadətini bitirdikdən sonra Allahı zikr etməyi əmr edib. Və gəlib bəzi ayələrdə ki, deyir ki, وَذْكُرُ اللّٰهَ فِي اَيَّامٍ مَعْدُودَاتٍ Allahı sayı bəlli olan günlərdə zikr edin. Və əksər təfsirçilər deyirlər ki, sayı bəlli günlər təşrik günləridir. Və təşrik günləri işarə edir bizə ki, ibadət bitməyi ilə qurtarmır. Həz qurtardı o demək deyil. İnsan ibadəti kəsməlidir, dayanmalıdır, yox. Həc bitdi o demək deyil ki, insan daha əməl etməsi olar, yox, arxayın olmalıdır. Əksinə fikir versək, bu günlərdə Allah Teala əmr edib əzəmətləşdirək Allah Teala'nı. Zikri ilə, şükrü ilə. Baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb hədisdə ki, təşrik günləri yeyib içib Allahı zikr etmək günləridir. Fikir versəz, təkcə yeyib içib demədi, əksinə zikr etməyi də vurğuladı sallallahu aleyhi və səlləm. Və işarədir bu ki, ibadət hər hansı bir mövsümə bağlı deyil. Əksinə, İbadət ömrün hər bir vaxtıdır. Və insanın ömründə də vaxt ən dəyərli neymətlərdən biridir. Çünki dünya əslində vaxtdır. Dünya bir zamandır, dəyərli bir zaman. Hansı ki, getdisə, geri dönmür. Ona görə bəziləri həyatı zikr edəndə, dünyanı zikr edəndə deyirlər ki, dünya 3 gündür. Dünəni, bugünü, sabahı. Və hər gün hansı ki yaşayır insan,
Onun üçün ya qazanc olmalıdır, ya qənimət. Və bu günlər də fürsətdir. Bu günlər özü qənimətdir, fürsətdir. Əgər qorumursa insan bu günləri dəyərləndirmirsə, belə fürsətləri itirirsə boş əyləncədə, boş işlərdə, o onun üçün xəsarətdən başqa bir şey olmayacaq. Məhrumiyyətdən, peşmançılıqdan başqa bir şey qayıtmayacaq ona. Ona görə bu məqamda ən çox ehtiyac duyduğumuz xatırlamalardan biri də hansı ki qəlbləri dirildir, qəlbləri oyadır qəflətdən, eləcə də nəfslərdən səhlənkarlığa aparır, insanın vaxtının dəyərli olmasına işarə edən moizələrə qulaq asmaqdır. Xatırlamalara qulaq asmaqdır. Və ən əzəmətli moizə də Peyğəmbər sallallahu aleyhi və səlləmin moizələrdir. Peyğəmbərin xatırlamalarıdır, vəsiyyətləridir və Peyğəmbərin moizələri əzəmətlidir. Vəsiyyətləri əzəmətlidir. Ona görə sahabələr sevirdilər ondan o moizələri eşitməyi, dinləməyi. Və nə çox misallar var hədislərdən. Səhabələr tələb edirlər Peyğəmbər sallallahu aleyhi və səlləmlə onlara xatırlama etməyi, vəsiyyət etməyi. Misal üçün İrbəd ibn Səriyə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə muizə etdi. Elə bir muizə ki, ondan gözlər yaşardı, qəlblər yumuşaldı. Dedi ki, ya Rasulallah, sanki vidalaşan kəsin muizəsidir. Elə isə bizə nəsihət et. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu əzəmətli muizələrindən biri də və təsirli xatırlamalarından biri də hansı ki İmam Həkim rəvayət edib öz müstədrəkində, eləcə də Beyhəqqi Şuəb-ül İməndə İbn Abbas radiyallahu anhumadan deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişiyə dedi, ona muizə edərək. Nə muizə etdi ona? Dedi ki, əvvəldə o muizəni xatırlamaq istəyirik ki, hansı ki həyatın, vaxtın qorunmasına önəm verən bir muizədir. Peyğəmbər sallallahu aleyhi və səlləm də ona məhz belə bir şeyi muizə edir. Deyir ki, ona iqtənim xəmsən qabləl xəms. 5 şey gəlməmişdən əvvəl 5 şeydən qənimət götür. Yəni qənimət kimi istifadə et. Və zikr edir ona o 5 şeyi. Deyir ki, şəbəbəkə qablə haramik. Cavanlığından qocalıq gəlməmişdən qabaq. Yəni cavanlığından istifadə et. Nə qədər cavansan, nə qədər ki qocalıq gəlməyib. Və sıhhatikə qablə səqamik. Sağlamlığından xəstəlik gəlməmişdən əvvəl. Və ğinəkə qablə fəqrik. Varlığından, zənginliyindən kasıblıq gəlməmişdən əvvəl. Və fərağəkə qablə şuğulik. Boş vaxtığından məşğuliyyət gəlməmişdən əvvəl. Və sonra sonunda 5-cini zikr edir, deyir ki, və həyətəkə qablə mautik. Həyatından ölüm gəlməmişdən əvvəl. Ona görə əziz, dəyərli qardaşlar, bu əzəmətli muizə kim müvəffəq olubsa ona, onu başa düşməyə, onu dərk eləməyə, ona riayət eləməyə təsiri əzəmətlidir. Və bu 5 şey hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm zikr edib, onların hamısı eyni deyil. Əksinə fərqlidir. Və getməyində, yox olmağında və qayıtmağında fərqlidir. Məsələn, eləsi var ki, qayıdır, getsə də, itirilsə də, yenidən əldə etmək olur. Eləsi də var ki, qayıtmır, nə etsən də qaytara bilməzsən. Məsələn, mal əgər getsə, qayıda bilər. Sağlamlıq,
zəifləsə, getsə, yenidən bərpa olabilir, sağalabilirsən. Boş vaxt itirilsə, getsə, sonra yenidən genişlik olur. Lakin cavanlıq əgər gedirsə, cavanlıq qayıtmır. Necə ki, gün gedirsə, gün geri dönmür. Eləcə də həyat. Əgər gedəcəksə, bitəcəksə, yenidən həyat bərpa olunmur. Ona görə ağıl sahibi deməməlidir ki, böyüyəndə əməl edərəm. Və ya deməməlidir ki, sabah boş olanda tövbə edərəm. Və ya deməməlidir ki, əhvalım düzəlsin, biraz özümə gəlim, özümü tutum, sonra islah edərəm. Qul ömründən heç nəyə sahib deyil, yalnız olduğu andan başqa. O an hansı ki hazırda var, ona sahibdir. Ondan başqa ömründən heç nəyə sahib deyil. Geri qalan ya keçmişidir, ya gələcəyidir. Ona görə düşünsək, Peyğəmbər sallallahu aleyhi və səlləmin xatırlamasını baxaraq ki, ən birinci cavanlığı zikr edib. Çünki önəmli mərhələdir. Həyatın ən qüvvətli mərhələsidir. İnsanın güclü olduğu bir dönəmdir, parlaq dönəmidir. Və cavanlıq damiyyətli deyil, əbədi qalan deyil. Hər cavanlıqdan sonra qocalıq var, bu mütləqdir. Və insanın həyatında bu mərhələ elə bir mərhələdir ki, ondan soruşulacaq. O mərhələdən soruşulacaq mütləq qiyamət günü. Və soruşan da Allah Teala'dır. Ona görə gəlib başqa bir hədisdə deyir ki, sallallahu aleyhi və səlləm, La təzulu qədəmə abdin yevməl qiyamə. Qulun ayaqları qiyamət günü üzülməyəcək və bəzi rəvayətlərdə gəlib ki, Rəbbinin önündən üzülməyəcək, çəkilməyəcək, ta ki, hətta yus'alən arba. Ta ki, 4 şeydən soruşulmayınca. Və sonra Peyğəmbər s.ə.v sayıb o 4 şeyi. Həyatından nədə tükədib, cavanlığından nədə tələf edib, elmini nə əməl edib ona, malını hardan qazanıb, hara xərcləyib. Fikir ver, cavanlıqdan soruşulacaqsan. Ne üçün? Çünki önəmli mərhələdir. Ola bilər ki, insan cavanlıqda edə biləcəyi ibadətlər, hansı ki, Allah Teala əgər müvəffəq edəcəksə onu etsin, o cavanlıq ondan sonra gedəndən sonra edə bilməsin. Çünki cavanlıq dedik ki, insanın həyatının oğlan çağıdır, baharıdır, fəaldır, bacarar Allah Teala itaət etməyə. Lakin o mərhələ getdisə həyatdan, itirildisə qayıtmır. Ona görə müvəffəq olan cavan odur ki, bilir o mərhələnin qiymətini. Qoruyur o mərhələni. Nədə qoruyur? Allah Teala'ya itayətdə. Və çəkinir Allahı qəzəbləndirəcək hər bir əməldən. Çəkinir asilikdən, çəkinir günahlardan. Və gəlib bəzi sələflərdən ki, məclislərin birində insanlara danışarkən üzünü çevirir qocalara. Deyir ki, ey qocalar toplusu, əkin cücərərsə onu nə gözləyir? Deyirlər ki, biçin, yəni yığım. Sonra üzünü çevirir cavanlara, deyir ki, ey cavanlar toplusu, bəzən əkin biçinə çatmamış tələf olur. Yəni, nə deməkdir bu? O deməkdir ki, demə ki, mən hələ balacayam. Böyüyəndə edərəm. Demə ki, hələ yaşım azdır. Biraz keçsin, sonra hidayət olaram. Neçə cavan var ki, çıxıb evindən evinə qayıtmayıb. Neçə sağlam var ki, yatıb ayılmayıb. Neçə güclü var ki, zəiflik onu qabaqlayıb.
Və neçə ümid edən var ki, uzun ümidi var idi, uzun uzadı. Arzuları var idi, lakin əcəl onu qabaqlayıb. Ona görə cavanlıq əkin kimidir. Lakin hər bir əkin cücərməmiş, bəla da gələ bilir ona. Tələf ola bilir. Ona görə də arzuların ardınca düşüb, demək ki, sabaha saxlayıram. Bacarırsansa etməyə bu gündən etməlisən. Nə qədər ki, cavansan. Amma qaldı ki, Allah Teala kimə sağlamlıq veribsə, qüvvət veribsə, cəsədində sağlamdırsa, fəaldırsa, bilsin ki, o sağlamlıq da davamiyyətli deyil. Baxmayaraq qayıda bilir. Lakin davamiyyətli deyil. Hər bir sağlamlıqdan sonra zəiflik var. Xəstəliyi var. Ona görə Allah Teala zikr edəndə insanın yaradılışını deyir ki, Allah Teala sizi zəiflikdən yaradıb. Və zəiflikdən sonra qüvvət verib. Və sonra o qüvvətdən sonra yenə zəiflik və qocalıq verib. Ona görə insan sağlamlığına aldanmamalıdır. Deməməlidir ki, mən sağlamam, fəalam, istəyəndə əməl edə bilərəm. Çünki sağlamlıq da davamiyyətli deyil. Və əgər gedəcəksə sağlamlığın, gedəcəksə bədənin gücü, qüvvəti, yalnız peşmançılıq qalacaq. Elə bir peşmançılıq ki, o heç nəyi dəyişmir. O görə insan nə qədər ki sağlamdır, bədənində qüvvət var, Allah Taala'nın itayətində olmalıdır. Aldanmamalıdır sağlamlığına, aldanmamalıdır bədəninin gücünə. Və insan da var ki, sağlamlığını asilikdə istifadə edir. Günahlarda istifadə edir. Lakin əldə etdiyi məhrumiyyət. Və insan da var ki, xəstələnib, lakin deyir ki, sağlam olsaydım və ya sağlam ikən gərək bu və bu qədər namaz qılardım. Və ya sağlam ikən gərək bu orucları tutaydım. Eləcə də cavanlıq kimi. Cavan baxmalıdır qocalara, o qocalara ki, hansılar ki, arzulayır, heç olmasa bir dəfə də olsun, alnını səcdəyə yerə qoya bilsin. Lakin bel bükürmür. Ayaqlar qatlanmır. Arzulayır məscidə getməyi, lakin gedə bilmir. Və xoşbəxt o kəsdir ki, xoşbəxt o insandır ki, başqasının öz xəstəliyindən qabaq başqasının sağlamlığına baxıb ibrət götürər. Həmçinin də mal. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm varlıq kimi zikr edib. Əgər mal varsa səndə, o xeyir, bərəkət Allah Teala ruziləndiribsə səni, bil ki, o da əbədi deyil. O da davam eləmir. Və çox vaxt mal qalmır sahibinə. Çox vaxt mal sahibi yığsa da onu, lakin onun olmur, varislərin olur. Çox vaxt mal sahibinin deyil. Və çox vaxtda sahibi də o maldan istifadə elə bilmir, heç nə edə bilmir ona. Və mal da dünyanın bərbəzəyindən bir parçadır. Dünyanın azuqəsidir, zinətidir. Lakin səbəb olmamalıdır insanı o mal fitnəyə düşməsinə. Və əksər insanlar görürsən ki, sağlamdır, cavandır. Allah Teala mal verib ona, lakin onu fəsadda istifadə edir. Onu asilikdə istifadə edir. Həddi aşır. Ona görə Allah Teala insanı vəsf edəndə elə vəsf edib. Kəllə innəl insan elə yatqa. Həqiqətən, əsla, həqiqətən insan həddi aşandır. Ər-rəəhu istəğnə. Özünü ehtiyatsız görür. Yəni, özünü varlı görür. Ona görə bu bəladan xilas olan kimdir? Yalnız Allah Teala'nın müvəffəq etdiyi, qoruduğu, xilas etdiyi və mal da getdisə,
Ola bilər ki, qayıtsın, ola bilər yox. Lakin fürsət getdisə, fürsət qayıtmır. Malın getməsi ilə fürsətin getməsi eyni deyil. Ola bilər mal qayıtsın. Ola bilər sərf etməyəsən malından, yox olsun. Lakin bir müddət sonra qayıtsın. Lakin o mal qayıdandan sonra ola bilər kasıb tapmayasan, verəsən ona. Ola bilər ehtiyac sahibi tapmayasan, köməkli edəsən. Ola bilər qəlbin artıq o qəlb olmasın. Qəlbin hazır olmasın ki, sərf edə biləsən malından, yox. Və məsələ malın olması deyil, məsələ Allah Taala'nın müvəffəqiyyətidir. Ki, Allah Taala o malı sənin üçün səbəb edib ki, Allah yanında, axirətdə Allahla qarşılaşmaq üçün özünə nəsə azuqə əldə edə biləcəksən, yoxsa yox. Həmçinin də boş vaxt. Boş vaxt hansı ki, insan əldə edir. Daima boş vaxtı olur. Genişlikdədir. Ondan sonra mütləq məşğuliyyət gələcək. Və bəzi alimlər deyiblər ki, o məşğuliyyət ölümdür. Və bəzi alimlər deyiblər ki, yox, yəni vaxtının geniş olmasından istifadə etməməsi bir müddət sonra gəlir ki, nəsə məşğul edir onu. İstədiyini edə bilmir artıq. Əgər boş vaxtında itaət etməyibsə, gedibsə boş vaxtı məhrumiyyət qalır ona. Ona görə aldanır. Və Peyğəmbər s.ə.v aldanma kimi zikr edib boş vaxtını itirəni, aldanmış kimi zikr edib. İki neymət, əksər insanlar onda aldanıb. Deyir ki, birincisi sağlamlıqdır, ikincisi boş vaxt. Və bu ikisi əgər cəm olubsa insan üçün, əlində varsa, boş vaxtı varsa, sağlamlığı varsa və əgər cavanlığı da varsa, istifadə etməlidir. Görürsən ki, insan var bunlar hamısı onda, lakin malı da var, lakin düzgün istifadə edə bilmir. Əksinə, asiliyə meyl edir. Və müvəffəq o kəsdir ki, yalnız Allah Taala müvəffəq edir. Və boş vaxt gizli neymətdir. Gizli bir neymətdir. Onun qədrini yalnız həqiqətən onu itirən bilir. O insan ki, boş vaxt tapmır artıq, onda dəyərləndirir, bilir ki, nə vaxtsa ona verilmişdi o neymət. Neçə insan var ki, vaxtı var Quran oxumağa, lakin deyir ki, sonra oxuyaram. Neçə insan var, vaxtı var elm öyrənməyə, lakin üz çevirir. Neçə insan var yaxşılıq etməyə, qohumluq əlaqələri saxlamağa, lakin edə bilmir, dəyərləndirmir vaxtını. Sonra məşğuliyyət gəlir. Və məşğuliyyət gələndə sual verir özünə. Hanı o saatlar, hanı o günlər. Lakin o günlər ki, hansı ki, keçib gedir, o günlər daha onu çağırmayacaq. Baxmayaraq ondan qabaq çağırırdı onu. Deyirdi ki, mən sənin bir parçanam. Necə ki, sələflər vurğulayıb. Deyirdi ki, ey Adəm oğlu, mən sənin bir hissənəm. Hər gün keçdikcə səndən bir parça gedir. Və insan həyatı da bu dünyada heç də davamiyyətli həyat deyil. Əksinə, o həyatın ardınca ölüm gəlməlidir. Heç kəs ondan qurtulmayacaq, salamat qalmayacaq. Hamının əcəli var. Və gəldisə əcəl nə bir saat gecikir, nə bir saat tezləşdirilir. Və ağıl sahibi hərisdir o həyatdan istifadə etməyə Allah Taala'nın itayətində, Allah'a yaxınlaşmaqda. Çünki hər saat hansı ki keçir həyatımızdan, onu itayətdə keçirsə, o həyat yaşamış o həyatı. Amma yox, itayətdə keçirməmişiksə, o həyatı hədər eləmişik. Və o saatlar hansı ki ömrümüzdə uzadılıb bizim üçün, əslində bizim üçün fürsət olaraq verilib Allah Taala'dan ki, istifadə edək. Və həyat bu zikr etdiyimiz və ya Peyğəmbərin sallallahu aleyhi və səlləmin zikr etdiyi bu 5 şeyin hamısı həyatdır. Nə zikr olunubsa, istər bu hədisdə, istər ikinci hədisdə,
cavanlıq olsun, mal olsun, sağlamlıq olsun, boş vaxt olsun, əməl olsun, elm olsun, ruzi qazanmaq olsun, xərcləmək, hamısı həyatdandır. Hamısı həyatın içindədir. Lakin Peyğəmbər s.ə.v onları ayrı-ayrı zikr edib. Niyə? Önəminə görə. Və ən başında da cavanlığı, ən əhəmiyyətli olduğuna görə. Və həyat əsasdır bu 5 şeyin. Və əgər həyat gedəcəksə, nə cavanlıq qalacaq, nə sağlamlıq qalacaq, nə boş vaxt qalacaq, əməl qapısı bağlanacaq, qalacaq nə? Hesab və cəza, yəni mükafat. Ya neymətlə, ya əzabla. Ona görə Əli ibn Əbi Talib radiyallahu anh deyir ki, bugün əməl var, sabah hesab var. Və sabah hesab var, lakin əməl yoxdur. Və gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmlə duasında deyərdi ki, Allahumma aslihli dini əlləzi huvə ismətu əmri. Allah mənim dinimi islah et, hansı ki, mənim qorunma səbəbimdir. Və aslihli dünyaya əlləti fiyhə məəşi. Mənim dünyamı islah et, hansı ki, orada yaşayıram. Və aslihli axirəti əlləti fiyhə məədi. Mənim axirətimi islah et, hansı ki, ona qayıdacam. Və cəlil həyətə ziyadətən li fi kulli xeyr. Həyatı mənim üçün hər bir xeyirdə artım et. Və cəlil məvtə rahətən li min kulli şər. Və ölümü də mənim üçün hər bir şərdən rahatlıq et. Bu əzəmətli dua hansı ki sabitdir. Peyğəmbər sallallahu aleyhi və səlləm cəm edir bizim üçün gözəl dua etməyi, Allah Taalaya sığınmağı, gözəl əməl etməyi, Allah Taalaya yönəlməyi, öyrədir bizə ki, vaxt necə dəyərlidir, onu qorumalısan və dünya həyatı davamiyyətli deyil. Heç kim dünyada davamiyyətli qalmayacaq. Sadəcə keçiddir, əbədiyyət diyarı isə axirətdir. Baxmayaraq nə qədər şirin olsa da, nə qədər insan ona bağlansa da, qalmaq istəsə də, ayrılacaq ondan. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmə mələk xitab edəndə bir gün deyir ki, sev kimi istəyirsən, ondan ayrılacaqsan. Yəni, bu dünyadan ayrılacaqsan, mümkün deyil ki, qalasan. Əgər o qalmayıbsa, heç kim qalmayacaq. Ona görə deyir ki, Əli ibn Əbi Talib, dünya üst çevirib gedir. Axirət isə üst tutub gəlir. Hər birinin övladları var. Yəni, hər biri üçün yaşayanlar var. Siz axirət övladlarından olun. Dünya övladlarından olmayın. Bugün əməl var, hesab yoxdur, sabah hesab var, əməl yoxdur. Və ən əzəmətli aldanma da odur ki, insan üçün. İnsan bu neymətlərə sahib olsun, lakin qədrini bilməsin. Sonra itirəndə, saçında, saqqalında ağ tük görəndə xatırlasın, desin ki, nə vaxtsa cavan idim. Nə vaxtsa sağlam idim. Nə vaxtsa qüvvətli idim. Nə vaxtsa vaxtım var idi. Ona görə kimsə deməmiş ki, filan kəs xəstələnib. Kimsə deməmiş ki, filan kəs vəfat edib. Allahın itayətində durmağa tələs. Çünki kim ölübsə, artıq qiyaməti qopub. Əməli dayanıb. Yalnız o kəsdən başqa ki, onun davamiyyətli sədəqə qoyub özündən sonra. Ya elm qoyub, hansı ki faydalanırlar ondan, ya övlad qoyub, hansı ki dua edir onun üçün, ya da ki sədaqatul cəriyə, davamiyyətli sədəqə hansı ki insanlar faydalanır ondan, bulaq çəkdirib, yol çəkdirib. Ondan qalan hamının əməl kitabı bağlanıb, əməl dəftəri dayanıb. Ona görə də İslamı çalışın, yaşayın, necə sələflər deyirdilər, İslamı sağlam və salamatkən, yəni bədəninizdə güc, qüvvət olarkən yaşayın. Çünki səxavətli olanın, yəni Allah Taalanın səxavətindən, adətindən
budur ki, elə yazıb ki, kim necə yaşayırsa elə də ölür. Və kim necə ölürsə elə də qalxacaq. Və ağıl sahibi odur ki, öz nəfsinə qaydar. Ölümdən sonraki həqiqi həyat üçün əməl edər. Aciz odur ki, nəfsinin havasına tabi olar və Allah Taala'ya ümidlərlə yaşayar. Allah Taala bizi eşidib faydalardan etsin. Allah Taala Peyğəmbər sallallahu aleyhi və səlləmin muizələrini bizə eşidib ona əməl edənlərdən etsin. Allah Taala İslamı izzətləndirsin. Harada zəif müsəlmanlar varsa onlara kömək olsun, dəstək olsun, acılarını doyursun. Allah Taala bizim ömrümüzə, vaxtımıza, cavanlığımıza, sağlamlığımıza, malımıza bərəkət versin. Bunları Allahın sevdiyi, razı qaldığı kimi istifadə etməyə də bizə kömək olsun. Ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəirəl muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl ğafurur rahim.